Son günlər Ermənistan tərəfindən artan hərbi siyasi təxribatlar göstərir ki, kapitulyasiya aktına imza atmağa məcbur olan bu ölkə sülh müqaviləsi imzalamaqda hələ də maraqlı deyil. Sözdə sülhə maraqlı olduğunu bəyan edən Ermənistan əməldə tamamilə başqa fəaliyyət sərgiləyir. 16 mart saat 09:45 və 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun mövqelərini atıcı silahlardan atışa tutdu. Martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-ədək Ermənistan silahlı qüvvələrinin bölmələri yenə Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan fasilələ atışa tutdu. Həmçinin Ermənistanın Naxçıvanla şərti sərhəddində erməni postlarında hazırlıq görüntüləri qeydə alındı. Martın 17-si saat 17:25-dən 21:45-ədək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atışa tutdu. Yenə martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-ədək Azərbaycan ordusunun mövqeləri fasilələrlə atışa tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basarkeşər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atışa tutdu. Ermənistan tərəfindən müşahidə olunan bu aktivlik onların yeni müharibə hazırlığında olmalarını təsdiqləyir. Ermənistan artıq qarşı durmanın yeni mərhələsinə hazırlığını gizlətmir. Belə ki, keçən həftə hökumət iclasında elan edilib ki, 1 aprel 13 iyun tarixləri arasında ölkədə ehtiyatda olan hərbiçilərin toplanışı keçiriləcək. Xüsusi vurğulanmalıdır ki, bu toplanış rekord müddətdə tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətini xeyli üstələyir. Son 2 ildə Ermənistan hərbi alışlarını kəsin şəkildə artıraraq Fransa və Hindistandan silah almağa milyardlarla dollar xərcləyib. Xüsusilə ötən ilin payızında məlum olub ki, Hindistan Ermənistana ilk Akash zenit raket komplekslərini göndərir. Ermənistana müasir Ceyser 155 mm-lik özü yeriyən artilleriya qurğular və onların kompleks hissələri, həmçinin tank əleyhinə raket sistemləri və hava tipli raketlər tədarük edilir. Qısa bir müddət ərzində misli görünməmiş bu silahlanma səviyyəsi onu göstərir ki, Ermənistan yeni müharibə tədarükündədir. Əgər Ermənistan sözdə ifadə etdiyi kimi sülh niyyətindədirsə, bu qədər silahlanma, hərbi yardım nə üçündür? Azərbaycan bugün regionda yeni bir reallıq formalaşdırıb. Bu reallıq Ermənistan və onun havadarları tərəfindən qəbul edilməlidir. Əgər Ermənistan Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etdiyi kimi Azərbaycana qarşı hansısa revanşist addım atacaqsa, bizə qarşı qisasçılıq müharibəsinə cəhd edəcəksə, sərt şəkildə cəzalanacaq. Azərbaycan üçün münaqişə bitib. Ermənistanla müharibə səhifəsi arxada qalıb. Azərbaycan Ermənistanla qonşuluq şəraitində yaşamağa üstünlük verən addımlar atır. Ermənistan bundan sonraki seçimini öz etməlidir.